Türkiye'de hansı qüvvələr Ermənistana meydan vermək istəyirsə, rəsmi Ankara ilə Bakının mövqeyinə diqqət yetirməlidir. Məsələ burasındadır ki, Ermənistan Suriyaya humanitar yardım göndərmək istəyir və bunun üçün Marqara sərhəd keçid məntəqəsindən istifadə edəcək. Rəsmi Ankaranın isə mövqeyi başqadır. Nikol Paşinyan X hesabında Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu yazıb. Lakin Ermənistanın baş naziri rəsmi Bakının Konstitusiya və Minsk qrupu ilə bağlı şərtlərindən yenə yayınmağa çalışıb. Bu isə onu göstərir ki, Azərbaycan Ermənistana inanmamaqda tam haqlıdır və İrəvandan əməli addımlar görənədək sülh sazişi imzalanmayacaq. Paralel olaraq Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-nədək Marqara sərhəd keçid məntəqəsini açacaq. Bu qərar Ermənistan hökumətinin iclasında qəbul edilib. Ekspertlər hesab edirlər ki, Türkiyədəki müəyyən qüvvələr Ermənistanla münasibətlərin normallaşdırılması missiyasını öz üzərinə götürüb. Lakin rəsmi Ankaranın mövqeyi fərqlidir. AK Parti sözçüsü Ömər Çəlik qeyd etdi ki, nə qədər ki Azərbaycanla sərhədlər açılmayıbdır, nə qədər ki Azərbaycanla sülh nizamlanması baş tutmayıbdır, Türkiyə Ermənistan sərhədləri də açılmayacaqdır. Bax, bu Türkiyənin rəsmi mövqeyidir. Qardaş ölkənin bu barədə mövqeyi prinsipialdır. Azərbaycan da elə qardaş ölkədən bu prinsipial mövqeyin davam etməsini gözləyir. Nəticə etibarilə mən düşünürəm ki, elə belə olacaqdır. Azərbaycanda ekspertlər hesab edirlər ki, Türkiyədə Ermənistanla sərhədlərin açılmasında maraqlı olan və buna can atan qüvvələrin olmasına digər bir misal bir qrup Türkiyəli jurnalistin İrəvana təşkil edilən səfəridir. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən yayınması fonunda Türkiyənin bəzi media dairələri Ermənistan baş naziri üçün dəhliz yaxud başqa adı ilə meydan verir. Çox təəssüf ki, Türkiyədə bəzi mərkəzlər bu prosesdə alət olurlar Ermənistanın bu riyakar siyasətinə. Məsələn, heç bir gərək olmadığı halda birdən-birə Türkiyəli jurnalistlərin Ermənistana səfər etməsi və Paşinyan üçün bir növ özlərinin tribunaya çevrilmələri əlbəttə ki, o qədər xoş qarşılanmadı. Nə Türkiyə ictimaiyyəti dairələri tərəfindən, vətənpərvər dairələrdən söhbət gedir, Azərbaycan tərəfindən. Azərbaycan ekspertlərinin fikrincə, Türkiyədə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsinin bizim üçün çox həssas mövzu olduğunu bilirlər. Bu həssaslığı həm Bakı, həm də Ankara yaxşı anlayır. Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmağa çalışan bəzi qüvvələr Ankaranın dəfələrlə bəyan etdiyi fikri unudur. İrəvanla münasibətlər yalnız Azərbaycanla Ermənistan arasında sülh razılaşmasından sonra mümkün ola bilər.